Hoş gördük, değerli izleyiciler. Ülkede ve dünyada baş verən ən son xəbərlərdən anındaca xəbərdar olmaq üçün Günlük Xəbərlər YouTube kanalımıza abunə olun və bildirişləri açmağı unutmayın. Sabah bəzi rayonlarda qısa müddətli yağış, dolu yağacaq. Azərbaycan ərazisində iyunun 27-sinə gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-dan 22 dərəcəyədək, gündüz 28-dən 33 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65%-dən 75%-ə qədər, gündüz 45%-dən 55%-ə qədər olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi bəzi yerlərdə ara bir güclənəcək. Havanın temperaturu gecə 17-dən 22 dərəcəyədək, gündüz 31-dən 36 dərəcəyədək, dağlarda gecə 8-dən 13 dərəcəyədək, gündüz 20-dən 25 dərəcəyədək isti olacaq. Günlük Xəbərlər YouTube kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın.